İfadəni sadələşdirməyə başlayaq. Bunun üçün yazaq bərabərdir. Deməli, burada yenə x kubu olduğu kimi qalır. Vurulsun. Kökün altında ortaq məxrəc gətirirəm. X üstü 4. X üstü 4 x kvadratını böləndə x kvadratı qalır. Onu da 1'ə vuranda yenə x kvadratı çıx. Çıxmaya nəzərən bunu da açsam olur. Çıxılsın 2x üstə gəl 1. Bərabərdir. X kubu qalır. Yenə kök altında. X üstü 4 də qalır. Bu surət bizə verir x çıxılsın 1'in mötərizə kvadratı. Bərabərdir. X kubu məxrəcdən kök çıxır x kvadratı. Bu 1 çıxılsın x. Burada bizə şərt verir ki, x 1-dən 2 ədəddir. 1-dən 2 ədəddən 1 çıxanda mənfi qaldığına görə biz bunu 1 çıxılsın x kimi kökdən çıxardırıq. 1 çıxılsın x bərabərdir. X kubu ilə x kvadratı ixtisar edir qalır. X surətdə də 1 çıxılsın x var. Və bunu da x çıxılsın x kvadratı kimi yazmaqla tapşırığı yekunlaşdıra bilərik. Deməli, 20-də də cavab olur C variantı. Bu qədər.